Bugünkü dersimizin mövzusu aralıqların kəsişmə operatorudur. Rus dilində gedir. Operator bir çiçeğini diapazonu. Bu funksiyanı klaviaturada yerləşən uzun qara düymə yerinə yetirir. Həmin düymənin adı probel gedir. Yəni, gəl baxaq belə bir cədvələ. Keçən dərslərdə biz bir neçə funksiyanı keçdik. VPR, GPR, indeks, poisk, post. O funksiyalar bu cədvəldən, yəni massivdən lazım olan məlumatı çıxartmağa imkan verir. Eyni funksiyanı da aralıqların kəsişmə operatoru da yerinə yetirir. Gəl baxaq bu sütuna, B sütununa. Bu 78 ədədi. 78 ədədi B4 xanasında yerləşir. Bu, B sütunun və 4-cü sətrin kəsişməsində yerləşir. Gəl indi baxaq görək, aralıqların kəsişmə operatoru necə işləyir. Tutalım ki, buradan bizə 204 ədədini çıxartmaq lazımdır. Burada yazmaq istəyir. Bunu necə edirik? Yazırıq bərabərdir. Birinci diapazonu seçirik. Y sütununda olan diapazonu seçirik. Sonra klaviaturdan probel, yəni boşluq düyməsini basırıq. Və Mercedes-Benz, yəni 4-cü sətri və belə seçirik. Bu iki diapazonun kəsişməsində yerləşən ədəd, yerləşən xana Y4-dür. Y4-ün içində də 204 ədədi yerləşir. Enter düyməsini basanda 204 burada görsənir. Eyni üsulla başqa bir xanada da olan ədədi seçmək olar. Tutalım ki, 238 seçmək istəyirik. Yazırıq bərabərdir. Bu diapazonu seçirik. Yəni sütunu. Klaviaturdan enter, yəni boşluq düyməsini basırıq. Sonra bu diapazonu seçirik. İki diapazonun kəsişməsində I7 xanası yerləşir və onun içində 238. Enter düyməsini basırıq, 238. İndi tutalım ki, bu iki sütunda yerləşən və bu iki sətirdə yerləşən və kəsişmədə olan ədədləri toplamaq lazımdır. Tutalım ki, bu 4 ədədi toplamaq lazımdır burada. Yazırıq bərabərdir. Sütunları seçirik, yəni bu iki diapazonu seçirik. C1, D8, C1, D8. Probel düyməsini basırıq klaviaturadan və bu iki diapazonu göstərir. Mercedes-Benz və Opel olan diapazonları. Belə. Bu iki diapazonun kəsişməsində bu 4 xana yerləşir. Görürsünüz. C4, C5, D4, D5 və burada onun cəmini alacağıq. Enter düyməsini basırıq və cəmi almaq üçün buradan sum funksiyasını çağırırıq. Mötərizəni bağlayırıq və enter düyməsini basırıq. 291. Bunun cəminə baxsaq belə və görürsünüz 291. Eyni üsulla burada yalnız sum yox. Tutalım ki, bu ədədlərin içindən maksimal ədədi seçmək istəyirsiniz. Bu 99'dur. Burada yığırsınız sumun əvəzinə max. Və enter düyməsini basırsınız. 99. Yəni bu 4 ədədin içində maksimal ədəd 99'dur. Orta qiymətini tapa bilərsiniz. Bunun əvəzinə yığırsınız sredniye значение. SR znaç. Bu orta qiyməti göstərir. 72, 75. 72 tam %75. Minimal ədəddə tapsaz, əgər min funksiyasını istifadə edersiniz, burada 63 yazacaq. Bundan başqa
eyni əməliyyatı adlı diapazonlarla da yerinə yetirmək olar. Yəni diapazona müəyyən bir ad veririk. Tutalım ki, bax bu diapazona bir ad verək. Deyək ki, olsun cəmi. Enter. Burada isə deyək ki, Opel. Bu ədədi götürmək istəyirik. 240-ı. Bu diapazonda isə ad qoyuruq Opel. Opel. Enter. İndi burada həmin əməliyyatı yerinə yetiririk. Yəni 240-ı buradan götürmək istəyirik. Yığırıq bərabərdir. Adı qoymuşduq cəmi. Və cəmi gəldi. Cəmi, probel, boşluq və buradan yığırıq Opel. Özü gəldi. Opel. O saat diapazonlar göstərir. Bunu və bunu və cəmi tapırıq. 240. Belə üsullarla aralıqların kəsişmə operatorunun köməyi ilə istənilən bir cədvəldən lazım olan məlumatı çıxartmaq olar. Onu müəyyən bir diapazonların cəmini tapmaq olar. Yəni kəsişmədə yerləşən xanaların cəmini tapmaq olar. Onların arasında maksimal və minimal ədədlər tapmaq olar. Yaxud onların orta qiymətini hesablamaq olar. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.